miyom görüntüsü de var. Bu kan damarları qidalandığını göstərir. Yəni böyük damarlarda yəni qidalanmağı o deməkdir ki, böyləcə, yəni böyümə ihtimalının çox olduğunu göstərir. Zaten cavan yaşlı xanımlardansa qanlanması çox olur. Ölçüsü nə qədərdir doktor miyomanın? 7 santidir miyomanın ölçüsü. Yəni, bu qədər ölçüdə olmağı bir aya, 2 aya olan bir şey deyil. Yəqin ki, xanım bir ilə yaxın ən azı müayinə olunmayıb. Çünki böyümə sürəti o qədər çox olmuyor. 66-nın 63-də təxmin olaraq ölçüsü. Bu nə əlamətlər verir? Sidik hissəsini çıxır. Burada sidik hissəsi görünür. Yəni, sidik hissəsini çıxdığı zaman, sidik hissəsi bu miyomadır, bu da sidik hissəsi. Sidik hissəsini çıxdığı zaman tez-tez sidiyə çıxma ya da sidik hissəsi boş olsa belə sidiyə çıxma hissi verə bilir. Bir də endometriuma təzyiq edir. Xanımın spiralı var, burada xarəkdə görünən spiraldır. Düz spiralın üstündə kimi görünür. Yəni spirala təzyiq edir. Bu da aybaşı qan axmalarının çox olmağına səbəb ola bilər. Ya uzun müddət davam edə bilir ya da spiralın yerinin dəyişməsinə səbəb ola bilər. Görünür, burada spiralla dib arasında bir qədər məsafə var. Çox güman ki, miyoma buna bir qədər mane olub, amma spiral funksionaldır, yerindədir. Belə adətən də endometrium qorunaraq bu biraz təhlükəli yerdədir. Endometriuma biraz ehtiyatla davranmaq lazımdır. Bu miyoma çıxartmaq olur.